Salam şagirdlər, mən Allahverdiyev və Nərmin müəllimə. Bu videoda mən sizin üçün təbiət fənni üzrə keçirilmiş Respublika Fənn müsabiqəsi sınaq suallarının izahını paylaşacağım. Birinci sualdan başlayaq. Başlanğıc temperaturları 1000 dərəcə olan alüminium, mis və dəmir metallarını 2000 dərəcə Selsi temperatura qədər qızdırdıqda hansı metal aqreqat halına dəyişir? Baxırıq ki, alüminium 660 dərəcədə əriyir. 1000 dərəcədədirsə deməli ərimiş haldadır. 2470 dərəcədə qaynayır. 2000 dərəcədə demək onun heç bir aqreqat halı dəyişməyəcək. Misə baxırıq 1085 dərəcədə əriyir. Hal-hazırda 1000 dərəcədədir. 2000 dərəcəyə qaldıranda o artıq əriməyəcək. Deməli aqreqat halı dəyişəcək. Bərkiti indi olacaq maye halında. Dəmir hal-hazırda 1000 dərəcədədir. 1538 dərəcədə əriyir. Deməli 2000 dərəcə Selsi temperaturda o maye halda olacaq. Deməli aqreqat halını dəyişəcək. Doğru cavabımız olacaq mis və dəmir. İkinci sual. Müxtəlif səthlərdə arabacığa təsir edən sürtünmə qüvvələrini müqayisə edin. Baxırıq ki, üçüncü cismə təsir edən sürtünmə qüvvəsi ən çoxdur. İkinciyə təsir edən nisbətən azdır. Birinciyə təsir edənsə lap azdır. Demək olacaq F3 böyükdür, F2 böyükdür, F1 doğru cavab olacaq B bəndi. Üçüncü sual. Şimali Amerikadakı Appalaç dağları bir vaxtlar 9000-dən yüksək olsa da hazırda ən yüksək zirvəsi 2037 metrdir. Dağın hündürlüyünün azalma səbəbi nədir? Azalma səbəbi fiziki aşınmadır. Dördüncü sual. Maqmatik süxurlara aid olan fikirlərdən hansı doğru deyil? Maqmatik süxurlar yer səthində yaranmış ən cavan süxurlar deyil, ən qədim süxurlardır. Demək, elə bu yanlış fikirdir. Beşinci sual. İnsan ürəyində qanın axma istiqamətləri verilmişdir. Verilənlərdən neçəsi qanın doğru axın istiqamətidir? Bunu sxematik olaraq göstərək. Tutaq ki, bu bizim ürəyimizdir. Yuxarıda qulaqcıqlardır. Aşağıda mədəciklərdir. Yəni, bu olacaq sağ qulaqcıq, bu olacaq sol qulaqcıq, sağ mədəcik və sol mədəcik. Qulaqcıqlarla qulaqcıqlar arasında, mədəciklərlə mədəciklər arasında əlaqə yoxdur. Amma sağ qulaqcıqla sağ mədəcik, sol qulaqcıqla sol mədəcik arasında əlaqə var. Yəni, qan sağ qulaqcıqdan sağ mədəciyə tökülür, sol qulaqcıqdan sol mədəciyə tökülür. İndi baxaq, sol qulaqcıqdan sağ qulaqcığa bu yanlışdır. Sol qulaqcıqdan sol mədəciyə bu ola bilər. Sağ mədəcikdən sol mədəciyə ola bilməz. Sağ qulaqcıqdan sağ mədəcik ola bilər. Sol mədəcikdən sol qulaqcığa, qulaqcıqlardan mədəciklərə tökülür. Mədəciklərdən qulaqcıqlara tökülmür. Ona görə bu da yanlışdır. Sağ mədəcikdən sağ qulaqcığa, bu da doğrudur. Demək, burada 2 dənəsi doğru olacaq. A bəndi. 6-cı sual. Cədvəldə bakteriyaların ilkin sayı, son sayı və çoxalmaya sərf olunmuş ümumi zaman verilmişdir. Cədvəli əsasən bölünmələrin neçə dəqiqədə bir təkrarlandığını hesablayın. Biz bilirik ki, bakteriyalar bir dəfə bölünəndə 2 dənə bakteriya əmələ gəlir. İlkin bakteriyaların sayı 40-dır. Deməli, 5 dənə, üzrsən 5-dir. 5 bakteriya bir dəfə bölünsə 10 əmələ gələcək. Bir dəfə də bölünsə 20 əmələ gələcək. Bir dəfə də bölünsə 40 əmələ gələcək. Deməli, burada 3 dənə nəsil əmələ gəldi. Və hər ümumi də 75 dəqiqə vaxt sərf olunsa, deməli hərəsinə 25 dəqiqə vaxt sərf olunub, cəmi də 75 dəqiqə vaxt sərf olunub. Deməli, burada deyir ki, cədvəl əsasən bölünmələrin neçə dəqiqədən bir təkrarlandığını göstərin, C bəndi. 7-ci sual. Yuxarıda verilənlərdən hansılar heterogen qarışıqdır? Yəni, müxtəlif cinsli qarışıqdır. Təbaşir tozu və su qarışığı müxtəlif cinsli qarışıqdır. Duzlu su homogen qarışıqdır. Yəni, eyni cinsli qarışıqdır. Polad saf maddədir. Neft və su qarışığı isə müxtəlif cinsli qarışıqdır. Deməli, burada doğru cavabımız olacaq 1 və 4. Növbəti suala baxaq. Verilmiş orqanlardan hansı və ya hansılar insanlarda qabırğaların quruduğu bədən boşluğunda yerləşmir? Qabırğalar bilirik ki, döş boşluğunda yerləşən orqanları qoruyur. Döş boşluğunda da yerləşir ürək, ağciyər, qida borusu, sonra nəfəs borusu və qaraciyər və böyrək isə qarın boşluğunda yerləşir. Deməli, 2 və 4-ü qorumur B bəndi. 9-cu sual. Təyin edici açara əsasən A, B, C və D canlıları haqqında hansı fikir və ya fikirlər yanlışdır? Deməli, xəstəlik törədilmi? Bəli. Deməli, həm xəstəlik törətsin, həm hüceyrəvi quruluşu olan A-dır. Xəstəlik törətsin, amma hüceyrəvi quruluşu olmayan B-dir. Yəni, xəstəlik törədib hüceyrəvi quruluşu olmayan bu viruslardır. Amma xəstəlik törədib hüceyrəvi quruluşu olan bu bakteriyalardır. Deməli, A bakteriya olmalıdır, B virus olmalıdır.
Xəstəlik törətsin bir hüceyrəli olsun. Bəli, bu bakteri ola bilər məsələn. Və xəstəlik törətsin bir hüceyrəli olmasın. Bu da təbii. Xəstəlik törətməsin. Bir dəqiqə, xəstəlik törətməsin, amma bir hüceyrəli olsun. Bu müxtəlif canlılar ola bilər və D də xəstəlik törətməsin və bir hüceyrəli də olmasın. Bu da müxtəlif canlılar ola bilər. İndi buna əsasən baxaq görək hansı yanlışdır. B tütün mozaikası xəstəliyin törədicisi ola bilər. Dedi ki, B virus ola bilər. Tütün mozaikası xəstəliyin törədicisi də viruslardır. Deməli, bir doğrudur. Bizdən yanlış istəyir. C maya göbələyi ola bilər. Xəstəlik törətmir və bir hüceyrəlidir. C buna uyğun gəlir. Deməli, bu düzdür. D çürüdücü bakteri ola bilər. Xəstəlik törətmir və bir hüceyrəli də deyil. Bu yanlışdır. Çünki xəstəlik törətmir, amma çürüdücü bakteri, amma bir hüceyrəlidir. Ona görə bu yanlış fikirdir. A vərəm çöpü ola bilər. Deməli, vərəm çöpü bakteriyası ola bilər. Bəli, bu doğrudur. C papaqlı göbələk ola bilər. Papaqlı göbələklər düzdür, xəstəlik törətmir, amma bir hüceyrəli deyil. Ona görə bu da səhvdir. D ilan ola bilər. Xəstəlik törətmir və bir hüceyrəli də deyil. Deməli, D ilan ola bilər. B qara ləkəli xəstəlik törədicisi ola bilər. B dedik ki, qara ləkəli xəstəliyin törədicisi bakteriyalardır. Bakteriyalarda hüceyrəvi quruluşu var. Ona görə bu yanlış fikirdir. Onda olacaq 3, 5 və 7. A bəndi. 10-cu sual. Aşağıdakı canlılardan hansı onurğasız heyvanlara aiddir? Biz bilirik ki, balıqlar, amfibilər, suda qurda yaşayanlar, sürünənlər, quşlar və məməlilər onurğalıdır. Digərləri onurğasızdır. Deməli, timsah sürünəndir, triton amfibidir, pingvin quşdur, yengeç isə onurğasız bir canlıdır. C bəndi xərçəklərə aiddir. 11-ci sual. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Balıq üçün aid olanları 1-də, sürünənlərə aid olanları 3-də, hər ikisinə aid olanları isə 2-də qeyd etməliyik. Bədənləri pulcuqlarla örtülmüşdür. Bu ikisinə də aid. Yox. İkisinə də aiddir, düzdür. Səhv saldım ki, elə bildim, amfibi yazılıb. Deməli, bədənləri pulcuqlarla örtülüb, hər ikisinə aiddir. 2-yə A. Ağızcaq tənəffüsü müşahidə olunur. Buna yazırıq sürünənlərə. 3-ə B. Əksəriyyəti kür tökməklə çoxalır. Bunu yazırıq balıqlara. 1-ə C. Dərişəkili qabıqla örtülmüş yumurtalara malikdir. Bu da aiddir sürünənlərə. Deməli, doğru cavabımız olacaq burada B variantı. 12. Verilmiş qida zənciri sxeminə əsasən aşağıdakilərdən hansı bu sxemdə yoxdur? Baxırıq ki, K-ya hamı verir. Deməli, K burada redüs etdi. X bu hamıya verir. Hamıya verirsə deməli bu prosentdir. Y X-dan alırsa deməli bu birinci dərəcəli konsumentdir. F də X-dan alır. Deməli bu da birinci dərəcəli konsument ola bilər və K-nı redüksiyon eyni zamanda çürüdücü orqanizmdə hesab edirik. Ona görə bu da doğrudur. Yəni prosent var, birinci dərəcəli konsument var və ikinci dərəcəli konsument yoxdur. İkinci dərəcəli konsument odur ki, yəni birinci dərəcəli konsument də qidalasın. Məsələn, buradan bir ox çəksəydilər, buradan bir ox çəkib bura məsələn D yazsaydılar, sonra belə bir ox qoysaydılar, biz bunu ikinci dərəcəli konsument götürə bilərdik. Çünki birinci dərəcəli konsument də qidalanır. Amma o olmadığı üçün deməli bu yanlışdır. Deməli C bəndi yoxdur burada. Sonra növbəti suala baxırıq. Həkimə gələn şəxsin qan analizinin nəticəsi aşağıdakı cədvəldə verilmişdir. Bir dəqiqə. Həkimə gələn şəxsin qan analizi nəticəsi aşağıdakı cədvəldə verilmişdir. Bu şəxs haqqında aşağıdakı mülahizələrdən hansını daha dəqiq söyləmək olar? Baxırıq ki, qırmızı qan hüceyrələri 4-5 milyard olmalıdır, 4,5 milyarddır. Deməli, bu normaldır. Ağ qan hüceyrələri 4-10 milyon olmalıdır, 13 milyondur. Çoxdur, normasından çoxdur. Qan lövhəcikləri isə 150-400 min olmalıdır, amma 300 milyondur. Yəni, nisbətən azdır. Toxumalarında oksigen çatışmazlığı müşahidə olunur. Bunu deyə bilmərik. Çünki görürük ki, toxumalar oksigen çatdıran qırmızı qan hüceyrələrdir. O da normaldır. Qanaxma zamanı qan laxtanma prosesi ləngiyər. Bunu deyə bilərik. Çünki qan lövhəcikləri qan laxtanmasını təmin edir. O da belə deyək azdır.
ona qan növbəcikləri azdır deyə qanlaxdırma prosesindən ciyər bunu deyə bilərik. Hansısa infeksion xəstəliyi yoluxmuş ola bilər. Əslində bunu da deyə bilərik. Çünki əgər ağ qan hüceyrələri çoxdursa, deməli infeksion xəstəliyi yoluxub ki, ağ qan hüceyrələri çoxdur. 10 milyon olmalıdır, 13 milyondur. Qanın müdafiə qoruyucu funksiyası azalmışdır. Qanın müdafiə qoruyucu funksiyası azalmışdır. Xeyr, o zaman azala bilər ki, ağ qan hüceyrələri çox olar. İndi burada deyir ki, hansını daha dəqiq söyləmək olar. Burada mən B bəndini götürərdim. Əslində B ilə C ikisi də uyğun gəlir, amma B bəndini götürərdim. Çünki burada ağ qan hüceyrələri lap çoxalıb, yəni 10 milyon olmalı, maksimum 10 milyon olmalıdır, amma 13 milyondur, çox olub. Deməli, C bəndi, yəni hansısa infeksion xəstəliyi yoluxmuş ola bilər. Ona görə bunu daha dəqiq götürə bilərəm. Ona görə burada C bəndini götürürəm, amma B bəndi də uyğun gələ bilir. C bəndi. Görək hansı variantı götürəcəklər. 18. Cədvəldəki yoğunsuzluğu müəyyən edin. Temperatur və rütubət havanın elementləridir. Düzdür. Yerin daxili təbəqəsi atmosfer adlanır. Yerin hava təbəqəsi atmosfer adlanır. Doğrudur. Yağış, şeh, qrov buluddan çökən yağıntı növləridir. Yanlışdır. Şeh buluddan çökmür. Qrov da buluddan çökmür. Gecə, demək burada yanlış fikir olacaq. C bəndi. Gecə və gündüz arasındakı kəskin temperatur fərqi kimyəvi aşınmaya səbəb olur. Bu yanlış fikirdir. Orada yanlış yazıldığı üçün doğru fikir kimi götürürük. 19. Şəkildə gördüyünüz Etna vulkanı hansı ölkədə yerləşir? Bu yerləşir İtaliyada. Aşağıdakı ifadələrdən biri doğru deyil. Fiziki hadisə zamanı yeni maddə əmələ gəlmir. Düzdür, karbon qazı saf maddədir. Maye yağ su ilə hidrogen qarışıq əmələ gətirir. Suda həll olan bərk maddəni süzməklə ayırmaq olar. Deməli, burada D variantı. 21. Verilmiş modelə uyğun doğru cavabı müəyyənləşdirin. Burada hidrogen isə H2-dir. Ona görə 2 dənəsi bir-biri birləşmiş vəziyyətdə olmalıdır. Helium qazını götürə bilərik. Su H2O-dur. Ona görə bu tək-tək olduğu üçün burada göstərə bilmirik. Oksigen qazı da O2-dir. Yəni bu şəkildədir. Burada da 2 dənə oksigen birləşib. Ona görə də burada heliumu götürə bilərik. 20. Yer səthində astronavtda 980 Newton cazibə qüvvəsi təsir edir. Əgər o Marsa getsə, ona nə qədər cazibə qüvvəsi təsir eləyər? Deməli, F bərabərdir mg. F-i verib, J-ni verib, biz onun kütləsini tapayırıq. M bərabərdir F böl J. F nə qədərdir? 980. J də 9,8. Yəni, M-in kütləsi 100-dür. Tapdıq. Və Marsda ona təsirin cazibə qüvvəsi nə qədər? Marsın da J-sin burada verib. Deməli, F bərabərdir mg düsturu ilə 100-ü vururuq 3,7-yə, o da eləyir 370. Deməli, burada doğru cavabımız olacaq B bəndi. Və növbəti suala keçək. İnsan orqanizmi bilavasitə qida maddələri ilə təmin edən orqanlar sistemi hansı bənddə göstərmişdir? İnsan orqanizmi qida maddələri ilə təmin edən orqanlar sistemi həzm sistemidir, deməli C bəndi. 14. Aşağıdakı sxemdə insanın ürəyindən çıxan qanın damarlardan keçərək ürəyə qayıtması əks olunub. Sxemə əsasən hansı fikir doğrudur? Ürəkdən çıxır X damarı, deməli bu arteriya damarıdır. Y kapilyardır, Z də burada vena damarıdır. Sonra venalarını ürəyə qayıdır. Deməli, deyir ki, hansı fikir yanlışdır? X damarı ilə əksər orqanlara oksigenlə zəngin qan daşınır. X damarı, bu doğrudur. Çünki arteriya damarı əksər orqanlara oksigenlə zəngin qan aparır. Bir də arteriya damarı ağciyərə karbon qazına zəngin qan aparır. Y damarında hüceyrələrlə qan arasında maddələr və qazlar mübadiləsi baş verir. Bəli, kapilyarlarda maddələr və qazlar mübadiləsi baş verir. Arteriya və venalarda isə qazlar mübadiləsi baş vermir. Z damarının içərisində cibə bənzər aypara qapaqlar olur. Z damarı
vena damarıdır. Vena damarında da cibə bənzər alveolar qapaqlar olur. Doğrudur. X, Y, Z istiqamətində damarların, divarların qalınlığı azalır. Xeyr, ən zəif damar divar olan kapilyarlardır. Ona görə də X, Z, Y olmalı idi burada. Deməli, burada doğru cavabımız olacaq D bəndi. Yəni, bizdən istədiyi yanlış cavab D bəndi. Təpədən sürüşən pinqvini aşağıdakı qüvvələrdən hansıları təsir edir? Ağırlıq qüvvəsi, sürtünmə qüvvəsi və havanın müqavimət qüvvəsi təsir edəcək. Deməli, doğru cavabımız olacaq A bəndi. 16. Aşağıdakı orqanlardan hansı insan orqanizminin xəstəlik törədən orqanizmlərdən patogenlərdən qorunması üçün ilkin təbii müdafiəsində bilavasitə iştirak etmir. Göz yaşı, dəri, mədə şirəsi bunlar iştirak edir, amma ürək bilavasitə iştirak etmir. Deməli, doğru cavabımız olacaq, deməli, B bəndi. 23-cü sual. Tillərinin uzunluğu 5 sm olan kubun kütləsi 160 qramdır. Soyudulan bu kubun tillərinin uzunluğu 1 sm azalarsa sıxlığı nə qədər dəyişir? Biz bilirik ki, kubun həcmini tapmaq üçün V bərabərdir A kubu düsturundan istifadə edirik. Deməli, 5-in kubu o da eləyəcək 125. Rho bərabərdir M böl V. M'imiz 160'dır. V də 125'dir. Böldük. Bu eləyir 1,28. Sonra deyir ki, kubun tillərinin uzunluğu 1 sm azalıb. Deməli, ikinci dəfə artıq olub. V bərabərdir A kubu, yəni 1 sm azaldığı üçün olub 4'ün kubu. O da eləyir 64. Yenə rho bərabərdir M böl V düsturu ilə hesablayırıq. M 160'dır. V də artıq bu dəfə oldu 64. O da eləyir deməli 2,5. Və deyir ki, sıxlıq necə dəyişir? 2,5-dən çıxdıq 1,28-i, o deyir 1,22. Deməli, 1,22 qram bölü kub santimetr qədər artmış olacaq A bəndi. Növbəti suala baxırıq. Verilmiş şəkilə əsasən hansı qarışıqları tərkib hissələrinə ayırmaq olar? Hansı qarışıqları tərkib hissələrinə ayırmaq olar? Qum və su. Yəni, burada maqnit təsir etməkdir. Maqnit təsir etməklə biz qum və dəmir tozunu bir-birindən ayıra bilərik. Deməli, burada doğru cavabımız olacaq D bəndi. Və 25-ci sual. Aşağıdakı eyni lampalar eyni cərəyan mənbəyi qoşulmuşdur. Aşağıdakı ifadələrdən doğru olanları seçin. Deməli, sol tərəfdə olanlar ardıcıl qoşulub, sağ tərəfdə olanlar isə paralel qoşulub. K lampası M lampasından daha parlaqdır. K lampası M lampasından daha parlaqdır. Əksinə, yəni paralel birləşdirəndə daha parlaq olur ki, hər biri ayrı-ayrılıqdır, amma ardıcıl birləşdirəndə parlaq olmur, yəni daha zəif olur. Ona görə ikisi bir yerdə belə deyək də biraz parlaq ola bilir. Ona görə də bir yanlışdır. N lampası L lampasından daha parlaqdır. Doğrudur. Çünki N lampası paralel birləşib. K lampası xarab olsa L lampası sönər. Bu da doğrudur. Çünki ardıcıl birləşdirmədə biri xarab olsa digəri də sönür. Amma paralel birləşdirmədə elə deyil. N lampası xarab olsa M lampası sönər. Bu yanlışdır. Paralel birləşdirmədə biri xarab olsa o birisine heç bir təsir eləmir. Demək, burada doğru cavabımız olacaq A bəndi. İzah bu qədər şagirdlər. Hər birinizə ayın 27-si olan imtahanda uğurlar arzu edirəm. Ümid edirəm ki, bu sınaq sizin üçün müəyyən qədər təkrar üçün yararlı olar. Hər birinizə uğurlar, sağ olun.